Dövlət Təhlükəsizlik Xidməti kompleks əks kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan Sepah tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror təxribatların və kəşfiyyat xarakterli məlumatların toplanılmasının qarşısını alıb. Cəmiyyət arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi ilə strateji obyekt olan Bakı-Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri dini icmasının rəhbərlərindən biri və Aşkenazi sinaqoqu hədəf alınıb. Ölkə ərazisinə 3 ədəd partlayıcı qurğu keçirilib, amma həmin partlayıcıların zərərsizləşdirilərək digər şəxsə ötürülməsinin qarşısı alınıb. İran xüsusi xidmət orqanlarının ölkəmizdə maraq göstərdiyi strateji obyektlər, hədəflər, eləcə də onlarla əməkdaşlıq edən şəxslərin müəyyən olunması məqsədi ilə əməliyyat axtarış tədbirləri təşkil edilib. Məlum olub ki, İran İslam Respublikası vətəndaşları Rüstəmzadə Behnam Sahibali və Zankiyan Yasir Rahim qabaqcadan əlbir olaraq ölkə ərazisinə partlayıcı qurğu keçirmək üçün Quliyev Tərxan Tərlanoğlu ilə cinayətkar əlaqə yaradıb. İran İslam Respublikası vətəndaşı Zankiyan Yasir Rahimin tapşırığı ilə Sabayi rayonu Şıxov qəsəbəsi yaxınlığında qoyulmuş bir ədəd naməlum konteyner müəyyən edilib. Konteynera baxış zamanı içərisində obyektlərin, eyni zamanda beton qurğuların partladılması üçün nəzərdə tutulmuş 7 kiloqram 730 qram aralığında olan C4 partlayıcı maddənin olduğu aşkarlanıb. Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyat çəkilişləri zamanı Tərxan Quliyevin Ağayev Nicatla birlikdə avtomobillə gələrək konteyneri qoyulduğu yerdən götürdüyü və sonraki günlərdə Bakı şəhəri Nəsimi rayonunda partlayıcı qurğunu gizlətdikləri müəyyən edilib. Daha sonra İran İslam Respublikası Sepahla birbaşa əlaqələri olan İran İslam Respublikası vətəndaşı Azarundbili Hüseyn Savar Saberin tapşırığı ilə ölkə ərazisinə yenidən içərisində partlayıcı qurğu olan konteynerin keçirildiyi məlum olub. Onun içərisində uzaqdan idarə olunan C4 tipli 2 ədəd partlayıcı qurğu olub. Əvvəlcədən cinayətkar əlaqənin yaradıldığı Azərbaycan vətəndaşı Abdullayev Əsəd Tofiqoğlu gizli saxlanc yerinə gələrək konteyneri götürüb. Bu barədə əvvəlcədən məlumat alındığından həmin halın təsbit edilməsi üçün saxlanc yeri DTX tərəfindən gizli video müşahidə ilə təchiz edilib. Sonraki gün Rəşad Rüstəmov və Əsəd Abdullayevin birlikdə Qobustan rayonunun Şıxlar qəsəbəsi, Bağlar masivindəki məlum gizli saxlanc yerindən konteyneri götürərək bağlamanı Əsəd Abdullayevin yaşadığı evin yaxınlığında gizlətdiyi aşkarlanıb. Azərbaycan vətəndaşları ilə cinayətkar əlaqə yaradan İran vətəndaşların narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olmaları ilə yanaşı, İslam İnqilabı Keşikçiləri Korpusu ilə birbaşa əlaqələrinin olduqları təsbit edilib. Qeyd olunanlarla yanaşı Azərbaycan Respublikasında kəşfiyyat xarakterli məlumatların toplanılması, terror, təxribat və sui-qəsd aktlarının planlaşdırılmasını təşkil edən Sepahın əlaqə saxladığı şəxslərin dairəsi müəyyən edilib. Belə ki, Bakı şəhəri Qaradağ rayonunun Səngəçal qəsəbəsində körpünün altına partlayıcı qurğunu yerləşdirəcək şəxsə 50.000 Birləşmiş Ştatlar dolları vəd edən İran İslam Respublikasının vətəndaşı Şeyxzadə Sajjad Muhammed Sati Sofi Evad işi görəcək şəxsin axtarışında olub. Eyni zamanda Şeyxzadənin Azərbaycan Respublikasında yaşayan Yəhudi əsilli şəxslərə qarşı sui-qəsd planlarının hazırlanmasında Sepahdan xüsusi tapşırıqlar aldığı məlum olub. Sepah tərəfindən bundan öncəki 3 partlayıcı qurğunun yeri etibar etdikləri şəxslərin təşəbbüskarlarla əlaqənin kəsməsi səbəbindən müəyyən edilməyib. Buna görə də İran İslam Respublikası vətəndaşı Hafiz Tavassolinin təşəbbüsü ilə növbəti partlayıcı qurğunun keçirilməsi təmin edilib. Belə ki, paytaxtın Qaradağ rayonunda yerləşən gəmi qayırma zavodunun yaxınlığında bir ədəd 1280 qram çəkidə partlayıcı qurğu müəyyən edilib. Həmin partlayıcının öldürücü qüvvəsinin təsir dairəsi 250-300 metr məsafədədir. Sepahın əlaqələndirici agenti kimi müəyyən edilmiş Hafiz Tavassoli Ağayev və Xədicə Zakir qızı ilə əlaqə yaradıb, qutunu özündə 2 gün saxlamasını istəyib. Göndərilmiş koordinatdan bağlamanı təhvil alan Azərbaycan vətəndaşı sonraki günlərdə həmin qutunu Masazır qəsəbəsində gizli yerə qoyub. Xədicə Ağayeva bir nəfərin motosikletlə yaxınlaşıb bağlamanı götürdüyünü müşahidə etdikdən sonra Tavassoliyə bu barədə məlumat verib.
Ağayeva partlayıcı maddəni Masazır qəsəbəsi ərazisində əvvəlcədən razılaşdırılmış yerə qoyduqdan sonra Sajid Şeyx Cahad Muhammed Sati Sofi Evadın tapşırığı ilə Elvin Əhmədov Bəhruzoğlu partlayıcı qurğunu götürərək yaşadığı Biləcəri qəsəbəsindəki həyət evinin ətrafında gizlədib. Eyni zamanda İran İslam Respublikası vətəndaşı Hafiz Tavassoli tərəfindən ictimai xadimin həyatına sui-qəsd cinayəti törətmək məqsədi ilə Azərbaycan vətəndaşı Şabanova Nərminə Ramiz qızı ilə əlaqə saxlanılıb və ictimai xadimin işlədiyi ünvana getməsi, həmin yerin, eləcə də sözü gedən şəxsin fotoşəkillərinin çəkilməsi barədə tapşırıqlar verilib. Bununla yanaşı Şabanova Sepahdan ictimai xadimin öldürülməsi üçün 3-cü ölkə ərazisindən Azərbaycana göndərilmiş əcnəbi vətəndaşın qarşılanması, oteldə yerləşdirilməsi və cinayəti törətmək məqsədi ilə silah və nəqliyyat vasitəsi tapmasına dair təlimat da alıb. Məhz bu məqamda İsmiyev Naib Ağa İsmioğlu 80 min manat müqabilində ictimai xadimin öldürə biləcəyini Nərminə Şabanovaya bildirib. Bununla əlaqədar Naib İsmiyev ictimai xadimin iş yerinə gedərək cinayəti icra etməyi və icra etdikdən sonra hadisə yerindən qaçıb gizlənməyi planlaşdırmaq üçün mobil telefonu ilə həmin yerin video çəkilişlərini aparıb və cinayətkar qrupun üzvü Nərminə Şabanovaya göndərib. Sonra gəlirsən buradan. Burada gizlənmək rahatdır. Boş şeydir burada gizlənmək, maşını itirmək. Bu tupikdir, bu heç. Gəldim Musan maşını. Burada motosikletə atıb başqa maşını keçmiyorlar. Eyni zamanda onlar cinayəti icra etmək məqsədi ilə odlu silah, habelə digər alət və vasitələr axtarmaq və əldə etmək barədə sövdələşməklə ictimai xadimin həyatına sui-qəsd cinayətinə hazırlıq həyata keçiriblər. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilmiş qabaqlayıcı təxirə salınmaz əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan xüsusilə ağır cinayətlərin qarşısı alınıb. Belə ki, Quliyev Tərxan Tərlanoğlu, Ağayev Nicat Zamanoğlu, Abdullayev Əsəd Tofiqoğlu, Rüstəmov Rəşad Fərhadoğlu, Yat yere! Yat yere! Ellerden boyun arkasına! Uzan yere! Ağayeva Xədicə Zakir qızı, Əhmədov Elvin Bəhruzoğlu, Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib İsmixanoğlu törətdikləri əməlləri, eləcə də Sepahla əlaqəli şəxslərin tapşırığı ilə partlayıcı qurğunu götürdüklərini, sui-qəsd planları ilə əlaqədar tapşırıqları icra etdiklərini etiraf ediblər. Qeyd edilən müddət ərzində ölkəmizə qarşı birbaşa terror aktlarını təşkil edən şəxsin Sepahın Kəşfiyyat Təşkilatının zabiti polkovnik hərbi rütbəli Ali Aşqar Bordbar Şeraminin olduğu aşkar edilib. Ölkə ərazisində sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə kəşfiyyat xarakterli məlumatların toplanılması və terror təxribat aktlarının təşkilində iştiraki müəyyənləşən İran İslam Respublikası vətəndaşları Zankiyan Yasir Rahim, Rüstəmzadə Behnam Sahibali, Hafiz Tavassoli, Şeyxzadə Sajid Muhammed Sati Sofi Evad barəsində beynəlxalq axtarış elan olunub. Keçirilmiş əməliyyat istintaq tədbirləri zamanı cinayət əməllərində iştiraki aşkarlanan Azərbaycan vətəndaşları barəsində də qərarlar qəbul edilib. Belə ki, Quliyev Tərxan Tərlanoğlu və Ağayev Nicat Zamanoğlu, Abdullayev Əsəd Tofiqoğlu və Rüstəmov Rəşad Fərhadoğlu Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətini azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. 228 maddəsi hükümü qədər. Qaradağ Məhkəməsində Cinayət Məcəlləsinin 29-234 birinci maddəsilə 6 il müddət azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Apara bilər. Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib Ağa İsmioğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28-277, yəni dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq. Əhmədov Elvin Bəhruzoğlu isə Cinayət Məcəlləsinin 228.2.1, yəni qabaqcadan əlbir bir qrup şəxs tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğuları əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmə tərəfindən həbs qəti imkan tədbiri seçilib. Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən toplanılmış materiallar məhkəməyə göndərilib. Xarici xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikasında terror, təxribat və sui-qəsd aktlarının planlaşdırılmasını təşkil edən, eləcə də onlarla əməkdaşlıq edən şəxslərin dairəsinin müəyyən olunması məqsədi ilə kompleks istintaq əməliyyat tədbirləri davam etdirilir. Məhz bu səbəbdən də əhali ayıq-sayıq olmağa çağırılır.
sonu azadlıqdan məhrum etməklə nəticələnən hər bir cinayətdən çəkinmək tövsiyə olunur.